Azərbaycan Milli Elmlər Akademiyasının Riyaziyyat Heyəti və İctimai Elmlər Bölməsinin təşkilatçılığı ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubiley yığıncağındakı nitqində Azərbaycan tarixi ilə əlaqədar qarşıya qoyduğu tələblər və Azərbaycan Milli Elmlər Akademiyasının vəzifələri mövzusunda yığıncaq keçirilib. Tədbiri giriş sözü ilə Azərbaycan Milli Elmlər Akademiyasının Prezidenti Akademik İsa Həbibbəyli açaraq, Amiyanın Riyaziyyat Heyətində Prezident İlham Əliyevin Akademiyanın 80 illik yubiley tədbirindəki nitqində Azərbaycan dili ilə əlaqədar qarşıya qoyduğu tələblərin müzakirə olunduğunu, bugün isə dövlət başçısının Azərbaycan tarixi ilə bağlı qarşıda duran vəzifələrin müzakirə edildiyini söyləyib. Hazırda Amiyanın Tarix və Etnologiya İnstitutunda 15 cildlik Azərbaycan tarixinin müstəqilliyin çağırışları işığında müəyyən edilmiş Azərbaycan tarixinin dövrləşdirilməsi konsepsiyası və inkişaf mərhələləri əsasında professor Kərim Şükurovun rəhbərliyi ilə yenidən yazıldığını deyən akademik İsa Həbibbəyli artıq çox cildliyin birinci nəşrinin bitmə üzrə olduğunu diqqətə çatdırıb. Qeyd edilib ki, Azərbaycan tarixinin dövrləşdirilməsi konsepsiyası Amiyanın Riyaziyyat Heyətində ötən il tarixçi alimlərlə birgə müzakirə olunaraq müəyyənləşdirilib. Tarix və Etnologiya İnstitutunda müasir dövrün reallıqlarından irəli gələrək Qarabağ müharibəsinin tarixi və Böyük Qayıdış Hərəkatı şöbəsinin yaradıldığını vurğulayan Azərbaycan Milli Elmlər Akademiyasının rəhbəri dövlətimizin tapşırığına uyğun olaraq ermənilərin tariximizi saxtalaşdırma siyasətinə qarşı 2 cildlik nəşrin hazırlandığını, 2026-cı ildə bu nəşrin 4 cildliyə qədər artırılaraq çapının nəzərdə tutulduğunu bildirib. Dövlət başçısının tapşırıqlarından irəli gələrək Qərbi Azərbaycanla bağlı akademiyada ciddi tədqiqatların aparıldığını deyən akademik İsa Həbibbəyli, Qərbi Azərbaycan tarixi, Qərbi Azərbaycan folkloru, Qərbi Azərbaycan və Qarabağ əlyazmalarının tədqiqi şöbələrinin yaradıldığını, bir sıra samballı tədqiqat əsərlərinin ortaya qoyulduğunu, hazırda Tarix və Etnologiya İnstitutu tərəfindən Qərbi Azərbaycan ensiklopediyasının hazırlandığını bildirib. Azərbaycanın dövlətçiliyi tarixinin araşdırılmasının bəzi məsələlərinə dair mövzusunda çıxış edən Amiyanın müşaviri akademik Yaqub Mahmudov isə Azərbaycan Milli Elmlər Akademiyasına və alimlərimizə göstərdiyi diqqətə görə ölkə prezidentinə minnətdarlığını bildirərək dövlətimizin başçısının dərin məzmunlu nitqinin alimlərimizin gələcək fəaliyyətinə istiqamət verdiyini və yol xəritəsini müəyyənləşdirdiyini deyib. Sonra yığıncaqda Azərbaycan Milli Elmlər Akademiyasının Abbasqulu Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun direktoru, tarix elmləri doktoru professor Kərim Şükurov tariximizin öyrənilməsi, hazırki vəziyyət, müasir çağırışlar və vəzifələr mövzusunda çıxış edib. Professor Kərim Şükurov dövlət başçısının bundan öncə 2005, 2011 və 2015-ci illərdə Azərbaycan alimləri qarşısında çıxış edərək onların gələcək fəaliyyət istiqamətlərinə dair tapşırıqlar verdiyini, Amiyanın 80 illik yubileyindəki nitqinin isə ictimai-siyasi, elmi həyatımızın əsas hadisəsinə çevrildiyini, tarix elmi qarşısında ciddi vəzifələr qoyduğunu söyləyib. Sonra Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti vəzifəsini icra edən İctimai Elmlər Bölməsinin Elmi Şurasının sədri akademik Gövhər Baxşəliyeva çıxış edərək Cənab Prezidentin Amiyanın 80 illik yubileyində iştirakının və geniş nitqinin alimlərimizə verilən böyük dəyərin ifadəsi olduğunu söyləyib. Akademik Gövhər Baxşəliyeva çıxışında şərq xalqlarının alimlərinin Azərbaycanla bağlı apardıqları tədqiqatlar, həmin nəşrlərdəki xəritələr barədə məlumat verib. Yığıncaqda həmçinin bir sıra mövzularda məruzələr də təqdim edilib. Məruzələrdə Qarabağ və Şərqi Zəngəzurda aparılan arxeoloji tədqiqatlar, tariximizin təbliği istiqamətində görülən işlər və tarixi tədqiqatlarda süni intellekt imkanlarından istifadəyə dair məlumatlar təqdim olunub. Leyli Naymiq qızı, Ziya Xudiyev, Fərid Həşimov, Elm TV.